Hər bir halda qardaşım, yəni gərək insan Allahdan qafil qalmasın. Rəbbim Allahdır deyirsə, gərək Allah Taala deyən kimi yaşasın. Və sahabelərdən biri, Allah ondan razı olsun, deyir ki, ey Allahın Rəsulu, mənə elə bir şey söylə ki, səndən sonra kimdənsə soruşmağa ehtiyac olmasın. Yəni mənə deyir, kifayət eləsin, artıq kiməsə soruşmağa ehtiyacım olmasın. Deyir, qul əməntu billah thumma istaqim. Deyir, Allaha iman gətirdim və sonra doğru yol üzərində, yəni sadiq ol. Dedin, Allaha iman gətirdim. Allaha iman gətirmək səndən nə tələb edir? Onu yerinə yetir, doğru yol üzərində sabit ol. Sabit qədəm ol. Və bu işlərin çox yardım edən səbəblərdən biri təbii ki, duadır. Ənəs ibn Məlik deyir ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm ən çox etdiyi dua nə idi? Allahumma ya muqallibəl qulub, təbbit qalb alə dinik. Ey qəlbləri çevirən Allahım, qəlbimi sabit et. Dinin üzərində sabit et, itaətin üzərində sabit et. Ən çox etdiyi dualardan biridir. Onu Allah Rəsulü edibsə, bugün biz niyə etməyək ki, qardaşım? Biz niyə etməyək? Vallahi biz daha çox etməliyik. Çünki o Allah Rəsulü bəşəriyyət ən xeyirlisi idi. Düzdürmü? Aləmlər rəhmət olaraq gəlmişdi. Bəşəriyyətin seyyidi, ağası idi. Lakin bununla yanaşı qardaşım, o, bax bu duanı çox edirdi. O ki, qala biz, asi insanlar, məsum deyilik, günah etməyə məhkumuq, xəta edə bilərik, Allah qorusun, yolumuzu aza bilərik. Biz daha çox eləməliyik ki, bu duanı ki, Rəbbimiz bizi sabit eləsin. Təbii səbəblərdən də götürmək şərti ilə.